Lazerolog olmaq istəyən xanım var. Lazer kurslarımız da bizim mövcuddur, özü kreditdən. Kreditlə lazer epilyasiya kursu. İndi yazıl, 2 ay sonra ödəniş elə. Ayda cəmi 42 manata. Xəzər xəbərə müraciət edən Vüsal Muradov deyir ki, Instagramda paylaşılan bu şirinlikləşdirici elana bacısı Nigar Muradova da aldanıb. İndi nə kursa gedir, nə də ödədiyi pulunu geri ala bilir. Əvəzində kreditə götürdüyü 500 manatından olub. Qədirzadə şirkət var, lazer kursu, oraya yazılıbdır. Orada danışıq el olubdur ki, bacım işləyir, həm də uşaqlar məktəbinə görə 6 bazar, yəni 6-cı gün bazar günləri boş olur deyənə o niyyətlə gedib ora. Ödənişi kreditlə olubdur, 500 manat pul ayrılıb həmən şirkətə, hər ay bacım 43 manat pul ödəməli olacaq. Yəni orada deyilib ki, 6 bazar gələrsən kursa. Vüsal Muradov deyir ki, bacısı tək deyil, bu kursdan şikayətçi olan daha bir neçə nəfər var. Bir bacım deyil, bir neçə xanım var ki, yəni eyni məqamda yəni müraciət ediblər ki, 6 bazar kursa gəlsinlər. Elə hamısı mən bacım kimi yəni qalıb kənarda bir dəqiqə, hamısı da kreditdədir, belə. Digər şikayətçi Əfsanə İskəndərov isə deyir ki, kursda 1-2 dəfə iştirak edəndən sonra dərslərin keyfiyyətindən narazı qalıb. Bunu mənə dildə deyib, sənətdə bu şeylər yoxdur. İndi biz də insanıq da, qadın qadına güvənir, etibar eləyir. Mən nə bilim ki, bu mənə belə fırıldaqçılıq eləyəcək. Deməli, biz hər gün qrupa yazırıq. Dərs nə oldu, dərs nə oldu, hamı yazır, hamı yazır. Bir gün dedilər aparat yanıb, bir gün dedilər nə bilim atış qurtarıb, bir gün dedilər model tapmırıq. Əfsanə İskəndərova iddia edir ki, kursdan dərs tələb edənlərə hətta dərs keçirmədən sertifikat verilir. Orada Səma adında bir qız var. O da həmin günü dava yaratmışdı. Dərs nə oldu, dərs nə oldu? Hardasa bunu yazmışdı saat 7-də. Axşam 9-da yazıb ki, qızlar mən getdim sertifikatımı götürdüm. Yəni bu dərs keçmədən sertifikat verir. İndi mən bir xanımla da yazışıram, o da şikayətçidir, Şəlalə xanım. Deyir ki, dərs keçmədən sertifikatımı götürdüm, çıxdım ki, verdiyim nəqd pulum batmasın da. Məsələ ilə əlaqədar Qədirzadə Akademiyasının rəhbəri Gülnar Qədirzadə ilə əlaqə saxladıq. O, şikayətçilərin probleminin qısa müddətdə həll olunacağını bildirdi. Aytən Fehruz, Vüsal Hüseynov, Xəzər xəbər.